Salam. Bugünkü mövzumuz would prefer ifadəsinin işlənməsi. Prefer ümumi üstünlük üçün istifadə edildiyi halda would prefer isə qısa forması ekranda görürsüz. Müəyyən xüsusi bir situasiyada konkret hazırki və ya gələcək an üçün üstünlük verdiyimiz şeyləri bildirir. Would preferdən sonra feil gələrsə mütləq tuğlu məsdər işlənir. Nümunəni görürsüz. I would prefer to stay at home tonight. Would prefer 3 nöqtələr arada zən quruluşuna baxaq. Would prefer ifadəsi arada zən ilə işləndikdə struktura fikir verin. Struktur bu şəkildə olur. Would prefer to infinitiv, üstəgələk radadən, üstəgələk bear infinitiv. Yəni tuzsuz məsdər olmalıdır. Nümunəni görürsüz. I would prefer to start this rather than eat that. Göründüyü kimi it feili tuzsuz məsdərlə işlənir. Əgər burada eating və yaxud da tuğlu məsdər versək, təbii ki, bu ifadə yanlışdır. Gerund, yəni ing forması would prefer raz zən ilə işlənməz. İncə bir məqam. Prefer would olmadan prefer doing something to doing something ifadəsi, yəni ing to ing-li ifadə olacaq. Nümunəyə baxırıq. I prefer reading to watching TV. Would prefer to do something rather than do something, yəni tuzsuz məsdər. Mütləq şəkildə strukturu yadınızda saxlayın. Bəs sual və inkar forması necə düzəlir? Would köməkçi feili sualda mübtədanın önünə keçir. Nümunəni görürsüz. Would you prefer to leave now? Would you prefer to stay rather than go out? İnkar formasında not hissəciyi would sözünə artırılır. Would not prefer və ya bilavasitə məsdərin önünə artırıla bilər. Would prefer not to. Bu forma daha geniş gəlmişdir. Ona görə bunu tez-tez seçməyinizi məsləhət görürəm. I would prefer not to answer this question. Cavab verməməyi üstün tutardım. Və yaxud da qısa formada wouldn't prefer to go deyə oraya getməyi üstün tutmazdım. Gəlin xülasəyə baxaq. İmtahan üçün qızıl qaydalar. Would prefer varsa tuğlu məsdər gəlir. Qısa formasını görürsüz nümunədə. Would prefer rather than ifadəsi varsa tuzsuz məsdər gəlir. Nümunəni görürsüz. Diqqətinizə görə sağ olun. Videonu bəyənməyi və paylaşmayı unutmayın ki, digərləri də bu məlumatlardan faydalansınlar.